Zevs sözü ilə dilimizdə istifadə etdiyimiz tanrı sözünün bəzi araşdırmaçılara görə ortaq mənşəyi var. Zeus sözü Deus sözündən gəlir. Deus sözü isə göy üzü deməkdir və bilirsiniz ki, Zevs onsuz da göy üzünə hakimlik eləyir və eyni şey Hindistanda Diyoşpitrdir. Diyoşpitr də Hindistan dilində göy tanrısı deməkdir. Yəni bu bir növ hara gedir? Bu Yunanların tanrısı, yəni Yunanlarla Hindlilərin atası hara gedib yaşayıb? Avrasiya çöllərində yaşayıb, Hind-Avropalılar. Onlara yaxınlıqda türklər də yaşayıb. Və ola bilsin ki, təzə araşdırmalar da bunu deyir ki, Hind-Avropalıların, türklərin atası ortaq surətdə Sibirdə yaşayıb. Daha öncələri, təxminən 10 min il öncəyə qədər Baykal gölünün civarında. Ola bilsin onlar göyə baxarkən Tengri, tanrı kimi sözlərdən istifadə ediblər. Yəni bu bayaq dediyim sözlərdən birinə bu Deus olaraq keçib, birinə bu tanrı, Tengri, dan yeri söküləndə sözündəki dan sözü kimi keçib. Birinə isə gördüyünüz kimi Hindistanda isə Diyoşpitr olub. Və bu gün də bilirsiniz, Latın dilindəki tanrı sözü belə Deus deməkdir. Yəni əslində tanrı sözü Tengri sözündən gəlir, Deus sözü ilə Tengri sözü də demək olar ki, ortaq mənşədən gəlir. Amma bəzi Avropa sentrik araşdırmaçılar deyir ki, türklər Hind-Avropalılardan götürüb bu sözü. Xeyr. Ortaq mənşədən gəldiyinə mən bunu güvənirəm.